Sosial işi niyə seçmişəm və hansı fənlər keçirilir? Mən belə deyək də, abituriyent vaxtı qəbul olduğum, belə deyək də, qəbul imtahanını keçdikdən sonra, bütün imtahanları verdikdən sonra artıq qərar verdim ki, belə deyək də, hansı ixtisaslar üzrə gedəcəm. Əsas 2 ixtisas üzərində fokus olmuşdum. Çox üzr istəyirəm. Sən hansı qrup hazırlaşırdın? 3-cü qrup. 3-cü qrup. Aha. Açığını deyim ki, keçmişə dönsəm, sosial iş seçər miydim? Seçərdim, amma 3-cü qrupa hazırlaşmazdım. Belə deyim. 2-ci qrupdan da seçmək olur, yoxsa yalnız 3-cü qrupdan? Yox, yəni təəssüf ki, seçmək olmur. Sadəcə deyirdim ki, 3-cü qrupa hazırlaşmazdım, amma sosial işi sevirəm. Nə gözəl. Beynəlxalq münasibətlər həmin il 3-cü qrupa belə deyək də keçmişdi. 2 ixtisas üzrə fokuslanmışdım. Həm beynəlxalq münasibətləri seçmişdim kodlaşdırmada, həm də sosial işi, amma yaxşı beynəlxalq münasibətlərə düşmədim, sosial işə düşdüm. Zamanla anladım ki, həqiqətən də içimdəki fidanı göstərən ixtisasdır. Çünki uşaqlıqdan bəri yaxşılıq etmək və s. ailəm tərəfindən aşılanıb, o filantropiya falan bunları etmişəm deyə bir növ mənə yaxın bir ixtisas idi və zaman keçdikcə bunu həqiqətən də yaxşı anladım. Hansı fənlər keçirik? Məsələn, sosial işə giriş keçirik, psixologiya keçirik. Əsasında psixologiyanın üzərində çox fokus oluruq. İnklüzivlik üzrə keçirik. İnklüzivlikdə belə deyim də daha çox fərqli olan gənclər, fərqli olan insanlar üzrə belə deyək də, dayanıqlı inkişafı təmin edən, onlar belə deyək də, sosial rifahını yaxşılaşdıran sahələrdir. Əsasən psixologiya, inklüzivlik, daha sonra əlilliyi olan şəxslərlə iş, sonra multikulturalizm, bu kimi sahələr üzrə biz belə deyək də, geniş dərslər keçirik ki, bir sosial işçi olaraq formalaşaq. Çox sağ ol ətraflı məlumat verdiyin üçün.